Salam hər kəsə. Bugün mən sizlərə riyaziyyatdan 5-ci sinif cinayət rayonları, natural ədədlərin toplanması və çıxılması, test 11A və B variantı suallarının izahlarını verəcəm. İzah keçməzdən əvvəl qeyd edək ki, bizim 5-11-ci sinifləri əhatə edən onlayn hazırlıqlar haqqında məlumat əldə etmək üçün 070 570 7061 əlaqə nömrəsinə yazaraq məlumat əldə edə bilərsiniz. İndi isə keçək birinci sualın izahına. Bizə deyilir ki, azalan 21563, fərq 10742 olarsa çıxılanı tapın. Biz də bilirik ki, çıxılanı tapmaq üçün azalandan fərqi çıxmaq lazımdır. Yəni ki, 21563-dən çıxmalıyıq 10742-ni. 3-dən 2 çıxanda 1, 6-dan 4 çıxanda 2, 5-dən 7-ni çıxmaq olmur. O zaman 1-in gətiririk, 15-dən 7, 8. Burada qalır 0, 0-dan 0 çıxsaq 0, 2-dən də 1 çıxsaq qalır 1. 10821, yəni C variantı. Növbət sualda deyir ki, müəllim lövhədə verilən bu cəmi yazdı. Cəm nəyə bərabərdir? Bunları cəmləməliyik. Yəni 62356-nın üzərinə gəlməliyik biz 18239-u. 9 ilə 6-nı cəmləsək 15. 5 yazaq 1 yadda. 5 ilə 3 8, yaddakı 1 9. 3 üstə gəl 2 verir 5. 8 ilə 2 10. 0 yazaq 1 yadda. 6 1 7, yaddakı 1 də 8. 80595 doğru cavab eləyir B variantı. Üçüncü sualda deyir ki, fərq neçədir? Bunları hesablamalıyıq. 32972-dən çıxmalıyıq 1534. Görürük ki, burada 5 rəqəmlidir, burada 4 rəqəmli. Gətirib buradan 1534 yaza bilmərik. Biz bunu sağdan sola doğru yazmalıyıq. Yəni 4 buradan, 3 buradan, 5 buradan, bir də 2-nin altından. 2-dən 4 çıxa bilmirik. 12-dən 4 çıxanda qalır 8. Burada 7 var idi. 1-in apardıq qalıb 6. 6-dan 3 çıxanda 3. 9-dan 5, 4. Daha sonra burada qalıb bizdə 2-dən 1 çıxanda 1 və 3. Doğru cavab eləyir 31438, yəni A variantı. Növbət sualda deyir ki, toplananlardan biri 1351, cəm 1865 olarsa, digər toplanan neçədir? Biz bilirik ki, cəm və toplanan veriləndə digər toplananı tapmaq üçün cəmdən məlum toplananı çıxmaq lazımdır. Yəni 1351-dən, daha doğrusu 1865-dən çıxmalıyıq 1351-i. 5-dən 1 çıxanda bizə verir 4. 6-dan 5 çıxanda verir 1. 8-dən də 3 çıxanda verir 5. 514, yəni C variantı. 5-ci sualda deyilir ki, A üstəgəli B 4325 olarsa, bu ifadənin qiymətini hesablayın. Biz burada mötərizələri silə bilərik. Niyə silə bilərik? Çünki biz A üstəgəl 75 üstəgəli B yazmaqla bu şəkildə yazanda bunun bir fərqi yoxdur. Yəni ikisi də eyni yazılışdır. Bu ifadədə isə biz A ilə B-ni yan-yana yaza bilərik. Yəni A üstəgəli B üstəgəl 75 yaza bilərik. Niyə yaza bilərik? Çünki A və B-nin yerlərini dəyişə bilərik. Bunlar toplanandır. B-ni 75-in yerinə, 75-i B-nin yerinə aparsaq və ya A-nı 75-in, 75-i A-nın yerinə gətirsək, bunun fərqi yoxdur. Ona görə bu şəkildə yazdıq və bizə A üstəgəli B-ni 4325 verir. Gətirib A üstəgəli B-nin yerinə 4325 yazaq. Üzərinə də gətirək 75-i. Bu da bizə verər 4400. Yəni doğru cavabımız olar C variantı. 6-cı sualda deyilir ki, verilən bu cəmlə nə qədər çoxdur? Burada sadə üsul nədir? Bunu birinci hesablamaq, sonra bunu hesablamaq, sonra onları çıxmaq ehtiyac yoxdur. İlk öncə nə etməliyik? Burada gələn birinci rəqəmdən, yəni 60 mindən 50 mini çıxırıq. Qalır yerdə 10 min. Daha sonra birincidə gələn ikinci rəqəm, burada da ikinci rəqəm 5 mindən 4 mini çıxırıq. Verir 1000. Üzərinə gəlirik 1000. Yenə üzərinə gəlirik. 500-dən 400-ü çıxırıq. Üzərinə gəlirik 100-ü. 50-dən 40-ı çıxırıq. Üzərinə gəlirik 50 çıx 40-ı, yəni 10-u. Və bir də üzərinə gəlirik 5-dən 4-ü çıxırıq 1. Bərabərdir.
Bu cəmi hesablasaq 10.000, 1000, 11.000. Bu hissədə 111. Cəmləyəndə verir 11.111. Yəni D variantı. Növbəti sualda deyir ki, verilən bu ifadənin qiymətini hesablamalıyıq. Biz bilirik ki, birinci olaraq mötərizənin içindəki ifadə hesablanır. Yəni 30.154-dən 20.103-ü çıxmalıyıq. 30.154 çıxılsın 20.103. 4-dən 3 çıxanda 1. 5-dən 0 çıxanda 5. 1-dən 1 0. 0-dan 0 0. 3-dən 2 çıxanda da 1. 10.051 aldıq. Bunun da üzərinə gəlməliyik 669-u. Onu da biz bu şəkildə buradan yazmalıyıq. Daha doğrusu bu şəkildə mən yazıram. Amma siz yazanda 9-u buradan, sonra 6-nı, sonra 6-nı 0-ın altından yazmalısınız. Bunları cəmləsək 9-dan 1 10, 0 yazaq 1 yadda. 6 5 11 yaddakı 1 12, 2 yazaq 1 yadda. 6 0 6 yaddakı 1 7. 720 bitdi sonu. Bu da bizə 10.000 olan variantda var. Bu hissəni də hesablasaq 10.720 doğru cavabımız olur bizim A variantı. 8-də deyilir ki, aşağıdakilardan hansı doğru deyil? A variantı doğrudur. Niyə doğrudur? Baxın biz A üstəgəl, B üstəgəl, C ifadəsini birinci halda A üstəgəl B-ni mötərizəyə alaraq bu şəkildə də yaza bilərik. Və yaxud da, baxın burada yazıblar. Və yaxud da, buradan B ilə C-ni mötərizəyə alıb belə yaza bilərik. O da A variantının birinci tərəfində verilir. Demək, bunlar hər ikisi doğrudur. Digərində A üstəgəl B, B üstəgəl A. Bu nə deməkdir? 2 üstəgəl 1 bərabərdir 1 üstəgəl 2. Yəni, ikisi də bizə 3 verir. Bu da doğrudur. Növbəti sualda deyir ki, yəni C variantında A çıx, B çıx, C bərabər olmalıdır. A çıx, mötərizədə B çıx, C. Bu yanlışdır. Bunu hələ ki saxlayaq. Gələk D variantına. D variantı da A variantı ilə eynidir. A üstəgəli B-ni mötərizəyə alıblar. Yəni, baxın, A üstəgəl, B üstəgəl C-də. A üstəgəl B-ni mötərizəyə alıb C-ni kənarda yazıblar. Bu doğrudur. Və biz yuxarıda qeyd etdik ki, eyni ilə B ilə C-ni də almalıyıq. Amma bunlar A ilə C-ni almalıyıq. Biz də bilirdik ki, bu A ilə C-ni yerini, C ilə A-nın yerini dəyişəndə bir fərq olmur. Biz bunu A üstəgəl C, üstəgəl B də yaza bilərik. A ilə C-ni də sonra mötərizəyə alsaq bizə bunu verər. Bu da doğrudur. Qaldı C variantı niyə yanlışdır? Baxın, A-dan B-ni çıxıblar. A çıx B var. Amma bizim burada da bir çıxma işarəmiz var. Burada da bir çıxma işarəmiz var. 2 dənə çıxma işarəsi yan-yana olanda onlar üstəgəl olur. Yəni, biz burada üstəgəl yazmalıydıq. Ona görə doğru cavabımız C variantı eləyir misalın. 9-da deyilir ki, azalan 6589, çıxılan isə 4325 olarsa, fərq ən kiçik 3 rəqəmli ədəddən nə qədər çoxdur? Azalanı verib bizə, çıxılanı verib. Fərqi tapmaq üçün onları bir-birindən çıxmalıyıq. Yəni, 6589-dan çıxmalıyıq 4325-i. 9-dan 5 çıxanda 4. 8-dən 2 çıxanda 6. 5-dən 3 çıxanda 2. 6-dan 4 çıxanda 2. Bizə verir 2264. Bizə deyir ki, bu fərq, yəni aldığımız cavab, ən kiçik 3 rəqəmli ədəddən nə qədər çoxdur? Ən kiçik 3 rəqəmli ədəd bəs hansıdır bizdə? Təbii ki, 102 ədədidir. 102 ədədi bizim ən kiçik 3 rəqəmli ədədimizdir. Daha doğrusu, rəqəmləri fərqli demir bizə. Sadəcə olaraq ən kiçik. Bu bizə hansı ədədimiz olar? 100 ədədi olar. İndi biz 2264-ün 100-dən nə qədər böyük olduğunu tapmaq üçün nə etməliyik? Təbii ki, ondan 100-ü çıxmalıyıq. Bu da bizə nə qədər verər? 2164, yəni B variantı. 10-cu sualda deyir ki, bu verilmiş iki ədədin cəmi onların fərqindən neçə vahid böyükdür? Yəni, biz birinci olaraq onların cəmini, sonra onların fərqini tapmalıyıq. Gəlin cəmi birinci tapaq. 7536-nın üzərinə gəlməliyik. 2434-ü. 6 ilə 4, 10, 0 yazaq 1 yadda. Bu isə 7 verər. 9,
7 ilə 2 də 9. Bunların cəmini verdi 9970. Bunu hələ ki yadda saxlayaq. Bu oldu bizim cəmimiz. 9900 neçə? 70. Bu bizim cəmimiz. İndi gəlin onların fərqini tapaq. Bəs fərqi nə eləyər? 7536-dan çıxmalı 2434-ü. 6-dan 4 çıxanda 2. 3-dən 3 0. 5-dən 4 1. 7-dən 2 5. 5102 isə onların cəmini verir. Bizə deyir ki, onların cəmi fərqindən nə qədər böyükdür? Demək ki, biz cəmini tapdıq 9970. Fərqini 5104 tapmışıq. Bəs indi onların bir-birindən nə qədər böyük olduğunu tapmaq üçün nə etməliyik? Təbii ki, 9974-dən 5104-ü çıxmalıyam. Ondan 4 çıxanda bizə nə verir? 5104 yox, daha doğrusu 5102 verir. Ondan 2 çıxanda 8. Burada qalır 6. Daha sonra 9-dan 1 çıxanda 8. 9-dan 5 çıxanda da 4. 4868, yəni A variantı. Bunları silək. Növbəti sualda isə deyir ki, K bərabərdir 354 olarsa, bu ifadənin qiymətini tapın. Birinci bilirik ki, biz mötərizəni hesablamalıyıq. Mötərizədə də bizə verilib K üstəgəl 126. K isə 356-dır. Gətirib baxın bu K-nın yerinə K-nı silək, yazaq nə? 354. 354 ilə 126-nı toplasaq bizə nə verir? 4 ilə 6-nı toplasaq 10. 0 yazaq 1 yadda. 5 ilə 2 7. Yaddakı birimiz 8. 3 ilə 1 də 4. Buradan bizə verir 480. Amma 856-dan da mötərizəni çıxmalıyıq. 856-dan çıxarıq nəyi? 480. Ondan, daha doğrusu 6-dan 0 çıxanda 6. 5-dən 8 çıxmaq olmur. 15-dən 8 çıxanda 7. Burada 7 qalır. 7-dən də 4 çıxanda 3. Doğru cavabımız eləyir C variantı. Növbəti sualda deyir ki, ən kiçik 3 rəqəmli ədədin rəqəmləri müxtəlif olan ən böyük 5 rəqəmli ədəddən çıxsa, fərq neçəyə bərabər olar? Ən kiçik 3 rəqəmli ədəd, bayaq qeyd eləmişdik, nə idi? 100 idi. Ədədi rəqəmləri müxtəlif olan ən böyük 5 rəqəmdir. Rəqəmləri müxtəlif deyirsə, ən böyük rəqəmimiz bilirik ki, nədir? 9-dur. Yəni 9 ilə başlamalıyıq ki, bu ədəd də nə olsun? Ən böyük olsun. 9 ilə başlayanda amma bizə neçə rəqəmli verir? 4 rəqəmli, amma bizə 5 rəqəmli deyir. Deməli, 10 minlərdə olmalıdır. Birinci başlamalıdır 1 ilə. Rəqəmləri müxtəlif deyir. Sonra nə gəlməlidir? Burada gəlməlidir bizə nə? 9 gəlməlidir. 1 ilə gələ bilməz. Daha doğrusu biz öncə düz yazmışdıq. 5 rəqəmli deyir deyə birinci 9 ilə başlamalıdır. Çünki ən böyük rəqəmimiz 9-dur. Daha sonra 8 gəlməlidir. 7 gəlməlidir. 6 və 5 gəlməlidir ki, bu ədəd ən böyük olsun. İndi isə bizə fərq nəyə bərabərdir? 9898765-dən 100-ü çıxmalıyıq. O da bizə verər 98665, yəni A variantı. Davam edək. Növbəti variant sualları, B variantı. Burada bizə deyilir ki, toplamaya əsasən A üstəgələ B üstəgəl C cəmi neçədir? Biz burada görürük ki, 8 ilə 7-ni cəmləyib 5 yazıblar. 8-in üzərinə 7 gələndə 15 eləyir. 5 yazıblar, 1 yadda olmalıdır. Daha sonra 5 ilə 4 9-dur. Yaddakı 1 10. Yəni biz C-nin yerinə nə yazmalıyıq? 0 yazmalıyıq. C bərabərdir 0. 0 yazırıq, amma 1 yadda. Daha sonra biz burada 1 var, bu da 1 var. Cəmlədik bunları 2 eləyir. Amma 0 yazıblar. Deməli, A-ya 8 yazmalıyıq ki, 8 üstəgəl 2 10, 0 yazaq 1 yadda. A bərabər olmalıdır 8-ə. 8-in üzərinə 2 gəldik, 10, 0 yazaq, yenə 1 yadda var. Bu 1, bu 1. Bunları cəmlədik, 2 verir. 2-nin üzərinə nə gəlsək 4 verir, B-yə 2 yazsaq 4 verir.
Bu da oldu bu şəkildə. Bizə deyir A üstəgəl B üstəgəl C cəmi. A 8-dir, B 2-dir, C də 0-dır. Bunları cəmlədik, doğru cavabımızı verdi B variantı. Növbət sualda deyir ki, kvadrat, üçbucaq və dairə cəmi 19 olarsa, verilən bu cəmi tapın. Ümumiyyətlə, bu tip misallarda mötərizələri silirsiniz. Mötərizələri siləndə yerdə nə qalırsa yazırsınız. Ədədləri bir tərəfə yazırsınız, işarələri bir tərəfə. 10.500 ədədləri yazırıq. Üstə gəl 2090, üstə gəl 9500 və üstə gəl 3 dənə işarə. Üçbucaq, üzərinə gəlsin bu kvadrat, üzərinə gəlsin dairə. İndi fikir verin, şərtdə bu cəmi bizə nə verib? 19 verib. İndi bunları da silin, yerinə də yazın 19. Bunu hesablayırıq, bizə verir cavabı. İndi gəlin birinci 10.500 ilə 9.500 cəmləyək. Bunları cəmləyəndə bizə verir 20.000. Üzərinə də gəlməliyik 2090-ı. 20-yi 2090 eləyər. 22.090-ın üzərinə də 19 gəlməliyik. Gəlin elə birbaşa onu hesablayaq. 22.090 üzərinə gəlsin 19. Bu isə 9. 0 yazaq 1 yadda. 1-i bura düşürdük. Burada gəlir 22.109 A variantı. Bu qədər sadə. Üçüncü sualda deyir ki, məktəbimizdə 1145 oğlanlardan 372 nəfər çox qız şagird var. Gəlin yazaq. Bu olsun bizim oğlanlarımız. Sayı nədir? 1145'dir. Sonra gəlir qızlarımız. Qızlardan nədir oğlanlar? Daha doğrusu, oğlanlardan 372 qədər çox qız var. Yəni 1145'in üzərinə də gəlməliyik qızların sayını tapmaq üçün nə? 372. Bunları cəmləsək 7. 7 ilə 4 11. 1 yazaq 1 yadda. Daha sonra 3 ilə 1 4 yaddakı 1 5 və bu 1-i də düşürdük. 1517 nəfərdə nə var? Qız var. Bizə deyir ki, məktəbimizdə cəmi neçə şagird var? Deməli, ümumi şagirdi tapmaq üçün qızla oğlanların sayını cəmləməliyik. Var cəmləsək 1145 üzərinə gəlirik 1517-ni. 7 ilə 5 12. 2 yazaq 1 yadda. 4 ilə 1 5 yaddakı 1 6. Sonra gəlir 1 ilə 5 6, 1 ilə 1 də 2. 2662, yəni D variantı. Dördüncü sualda deyir ki, rəqəmləri müxtəlif ən böyük 5 rəqəmli ədəddən hansı ədədi çıxsa 89012 alınır. Rəqəmləri müxtəlif ən böyük 5 rəqəmli ədədi biz yazmışdıq. 98765 idi. Biz bu ədəddən elə bir ədəd çıxmalıyıq ki, bunu alaq. Yəni bu bizim azalanımızdır. Azalandan çıxmalıyıq bir ədədimizi. Nəyi? Çıxılanı. Bərabər olmalıdır fərqə. Bizə fərqi verib 89.000 neçə? 12. Bəs azalanı nə verib? 98.765 verib. Biz çıxılanı tapmalıyıq. Çıxılanı tapmaq üçün də qaydamız var ki, azalandan fərqi çıxmaq lazımdır. Yəni 98.765 çıxılsın 89.012. 5-dən 2 çıxanda 3 verir. Bunu həll etməyə ehtiyac yoxdur. Niyə ehtiyac yoxdur? Bunun sonu 3 ilə bitir. Heç birində sonda 3 yoxdur. Doğru cavabımız olur A variantı. Çünki sonu 3 ilə bitməlidir. Gəlin indi hesablayaq. 6-dan 1 çıxanda 5. Sonra 7-dən 0 7. 8-dən 18-dən 9 çıxanda da 9. Burada 0. Doğru cavabımız eləyir 9753 A variantı. Növbət sualda deyir ki, 4 rəqəmli ən kiçik ədədlə bunu müəyyən edək. Hansıdır 4 rəqəmli ən kiçik ədədimiz? Təbii ki, 1 ilə başlamalıdır. Sonra 0 gəlməlidir ki, ən kiçik olsun. Sonra 2, sonra 3. 4 rəqəmli ən kiçik ədədlə. Amma bizə rəqəmləri müxtəlif demir. Rəqəmləri müxtəlif demirsə, onda hansı olmalıdır? Ən kiçik 4 rəqəmli 1000 olmalıdır. Və sonra deyir ki, bundan sonra rəqəmləri müxtəlif ən böyük 4 rəqəmli. Rəqəmləri müxtəlif deyirsə, deməli 9-dan başlamalıdır. Sonra 8, sonra 7, sonra 6. Bunların arasındakı fərqi tapmalıyıq. 9876-dan çıxmalıyıq 1000-i. Bu da bizə nə verər? 8876, yəni C variantı. 6-da deyir ki,
5 dənə 10 minlik, 7 minlik ilə 200-lük 3 təklik ədədinin cəmi neçədir? 5 10 minlik biz bilirik ki 50 min deməkdir. Üzərinə gəlməliyik 7 dənə minliyi, yəni 7 mini. Ümumi bizə nə verir? 57 min verir. 2 dənə yüzlük nə verir? 200 verir. 3 dənə təklik, üzərinə də 3 gəlməliyəm, 203 eləyir. 50 min üzərinə gəldik. Burada bizə verdi 57 min. Üzərinə də gəlməliyik. Cəmidir axı. 203-ü 200 üstəgəl 3. Yəni 203. Bu da bizə nə verir? 57.203. Doğru cavab eləyir. Daha doğrusu A variantı. 7-də deyir ki, Adil birinci gün 3464, ikinci günü isə 1089, üçüncü günü isə 2 günün cəmi qədər pul qazandı. Adil 3 günə cəmi nə qədər pul qazandı? İndi bura fikir verək, bu hissəni silək. Bura ehtiyac yoxdur artıq. Bizə deyir ki, Adilin birinci gün 3464 manat pulu olub. Bu olsun birinci gün. Birinci gün nə qədər pulu var? 3464 qədər. İkinci günü isə deyir ki, Adilin ikinci gün 1089 manat pulu var. Üçüncü gün isə 2 günün cəmi qədər pulu var. Yəni biz bunların ikisini cəmləməliyik. Yazarıq buradan 3464 üzərinə gəlinsin 1089. 4 ilə 9, 14 ilə 9-u toplasaq, daha doğrusu 4 ilə 9-u toplasaq 13. 3 yazaq 1 yadda. 8, 6, 14, yaddakı 1, 15. 5 yazaq 1 yadda. 4 ilə 0, 0, 4, yaddakı 1, 5. 3 ilə 1-i də cəmləsək 4553 verir. Deməli, 3-cü gün 4553 qədər pulu var. Bizə deyir 3 gündə cəmi nə qədər? Bunların cəmini tapmalıyıq. Bunları cəmləsək bizə nə verir? 3464, burada cəmləyək. Üzərinə gəlinsin 1089. Onun da üzərinə 4553 gəlməliyik. 9 ilə 4, 13. Yaddakı bu üçü də əlavə eləsək bizə nə verir? 16. 6 yazaq 1 yadda. 8, 6, 14. Üzərinə gəlir 5, 19. Yaddakı 1, 20. 0 yazaq 2 yadda. 5 ilə 4, 9, 0-da gəldik 9, 2 də yadda 11, 1 yazaq 1 yadda. 4 ilə 1, 5, üzərinə 3 gəldik 8, yaddakı 1, 9, 9106 doğru cavab eləyir C variantı. 8-də deyir ki, verilmiş rəqəmlərdən bir dəfə istifadə edərək yazıla biləcək 5 rəqəmli ən böyük ədədlə ən kiçik ədədin fərqi neçədir? Bir dəfə istifadə ediriksə, rəqəmləri müxtəlif olmalıdır. Yazıla biləcək 5 rəqəmli ən böyük ədəd hansı olar? Birinci 8 ilə başlamalıdır. 8, 7 ən böyük olması üçün. Sonra 4, sonra 3, sonra 0. Bəs ən kiçik ədəd hansı olar? 0 ilə başlaya bilməz. Deməli, ondan sonra gələn ən kiçiyi 3-dür. 3 ilə başlamalıdır. Sonra 0 gələr. Sonra 4 gələr. Sonra 7 və sonra 8. Bunların fərqini tapmalıyıq. Ondan 8-yə çıxanda 2. Burada 2 var idi. 2-dən 7, 12-dən 7 çıxanda bizə verir 5. Sonu 52-dir. Hesablamağa ehtiyac yoxdur. Doğru cavab eləyər B variantı. Bir-birindən fərqli 4 rəqəmli 3 ədədin cəmi 25.000 olduğuna görə bu ədədlərdən ən kiçiyi neçədir? Bu sual biraz mürəkkəb tip sualdır. Burada ilk öncə nə etmək lazımdır? Biz bilirik ki, bizim 3 ədədimiz var. Bu 3 ədədin cəmi 25.000-dir. Aha. Bizə lazımdır ki, bu ədədlərdən ən kiçiyi neçədir? Gəlin sadə bir nümunədə müəyyən edək. Tutaq ki, bizim bu ədədlərimizin cəmi 25.000 yox, 20-dir. Məsələn, bizə lazımdır ki, bu 3 ədədin cəmi 20-dirsə, hansı ki, bu ədədlər bir rəqəmlidir. Yəni, burada bizə verilib 3 rəqəmli. Bizə 3 ədəd, daha doğrusu 4 rəqəmli verilib. Bizə lazımdır bir rəqəmli 3 ədədin cəmi 20-dir. Məsələn, 9, 8, 3. Bunları cəmləsək 20 verir. Bunlardan ən kiçiyi neçə ola bilər? İndi fikir verin. Bunların birinin ən kiçiyi olması üçün bu ədəd neçə olmalıdır? 1 olmalıdır.
Buna 1 yazmalıyamsa, digərlərində müəyyən ədəd götürməliyəm. Məsələn, 1 götürmüşəmsə, 9 götürsəm 10 eləyir. Artıq üçüncünü 2 rəqəmli götürməliyəm. Bizə 1 rəqəmli lazımdır. Ona görə nə etmək lazımdır? Burada bizim yalnız bir şansımız var. Bu ədədlərin ən böyük olması üçün bizim 2 ədədimizi daha çox böyük götürmək lazımdır. Yəni bunların ümumi cəmi 20-dirsə, biz 2 elə ədəd götürməliyik ki, bir rəqəmli. Onlar ən böyük olsun. Ən böyük bir rəqəmli ədədlər hansılardır? Biri 9-dur, digəri 8-dir. Bu ikisini cəmləyirsiniz, bizə 17 verir. Deməli, biz 17-ni 2 ədədin cəmi almışıqsa, üçüncü nə olmalıdır? 20 olması üçün 3 olmalıdır. Deməli, 20 olması üçün tək rəqəmli götürsək, ən kiçiyi nəyi götürməliyik? 3-ü götürməliyik. İndi gəlin bizim misala baxın. Bir-birindən fərqli 4 rəqəmli 3 ədəd verilib. İndi biz nə etməliyik? 4 rəqəmlilərdən ən böyük ikisini götürməliyik. Ən böyük ikisi hansıdır? Biri 9999-dur. Biri də 9998-dir. Nə etməliyik? Bunları toplamalıyıq. Aldığımız cəmi bu 25.000-dən çıxmalıyıq. İkisini cəmləsək 9 ilə 8 17. 7 yazaq bir yadda. 9 9 18 yaddakı birinə verir 19. 9 yazaq bir yadda. Burada da yeni qayda 9 yazaq bir yadda. 18 yaddakı bir 19. 19.997 verir. Nə etməliyik? 25.000-dən həmin 19.997-ni çıxmalıyam. Çıxmağa ehtiyac yoxdur. Niyə yoxdur? Sonu 0-dır. 0-dan 7 çıxanda 10-dan 7-ni çıxmalıyıq. Sonu 3 ilə bitir. Baxın, sonu 3 ilə bitən hansı var? Yalnız C variantı. Elə doğru cavab da olar C variantı. Növbət sualda deyir ki, verilmiş toplamaya görə A üstəgələ B üstəgəl C neçədir? İndi baxın, 4-ün üzərinə nəsə gəlsə 1 eləməz. Yəni bura 1 gələ bilməz. Deməli, nə gəlib bura? Ümumiyyətlə 11 olub ki, biri yazıblar, biri yadda saxlayıblar. Deməli, A-ya 7 yazmalıyam ki, 7 üstəgəl 4, 11. 1 yazaq, 1 yadda olsun. Sonra baxın, 6 ilə nəyisə toplasaq 0 eləməz. Deməli, 10 olmalıdır. 6 ilə 1 7-dir, yaddakı birimiz var. B-yə 3 yazmalıyam ki, 3 ilə 7-ni toplayanda 10 versin. Deməli, B 3-dür. Sonra, bura 10 yazmışıqsa, yenə bir yaddamız var. 5 ilə 2 7, yaddakı 1 də 8. Deməli, C-də nə olmalıdır? 8-dir. Bunların cəmidir. A bizim 7-dir. B 3-dür. C də 8-dir. Bunları toplasaq doğru cavabı verir 18, yəni B variantı. 11-də deyir ki, kəndli əkdiyi 10.000 kiloqram məhsulun 1326-sını birinci gün satıb, 3214 kiloqramını ikinci gün, 865-ni üçüncü gün satdı. Kəndlinin neçə kiloqram məhsulu qalıb? Baxın, birinci gün bu qədər, ikinci gün bu qədər, üçüncü gündə bu qədər satıb. Bunları cəmləsək, ümumi satdığının miqdarını alarıq. Yəni, 1351, üzərinə gəlinsin 3214 və üzərinə bir də gəlinsin nə? 865. Bunları cəmləsək, 5, 4, 9, yadda 10, 0 yazaq, 1 yadda. 6, 5, 11, bu biri cəmləsək 12, yaddakı bu biri də əlavə eləsək 13. 3 yazaq, 1 yadda. 8 ilə 2, 10, 13, yaddakı 1, 14. 4 yazaq, 1 yadda. 3, 1, 4, yaddakı 1, 5. 5430. İndi biz 10.000-dən nəyi çıxmalıyıq? 5430 çıxmalıyıq. Deyəsən, burada haradasa səhv yazmışıq. 1326, 3214, 1351 yazmışam burada. Amma 1300 nə idi burada? Gəlin, burada səhv elədik. Bunu doğru şəkildə 1326, üzərinə gəlinsin 3214, üzərinə də gəlməliyik 865. Burada nə verir bizə? 6, 4, 10, üzərinə də 5, 15. 5 yazaq, 1 yadda. 6 ilə 2, 8, 1, 9, yaddakı 1, 10. 0 yazaq, 1 yadda. Bura 4, 4 yazaq, 1 yadda. Bu da gəlir 5405. İndi həmin 10.000-dən bu bizim satdığımızı çıxsaq, yəni 5405-i
çıxsa, yerdə nə qalır? Onun əlində qalanların kiloqramla miqdarı. Yenə eyni qaydada. Sonu 0-dır. 0-dan 5 çıxanda 5 verir. Sonu 5 ilə bitən hansıdır? A variantıdır. Bunlara heç ehtiyac yoxdur. 12-ci sualda deyir ki, verilmiş çıxma əməlinə görə A və B ədədlərinin cəmi neçədir? Yenə bayaqki qayda. 8 ilə 6-nı çıxıblar, qalıb 2. Bu isə doğru. 3-dən 5-i çıxıblar, 8 alıblar. Deməli, biz burada 3-dən 5-i çıxıb 8 ala bilmərik. 13-dən 5-i çıxmalıyıq. Yəni, buradan birini gətiriblər. Deməli, biz burada A-nı yerinə 9 yaza bilmərik. 9-dan 2 çıxanda 7 verir. Bu doğrudur. Amma biz buradan 3-dən 5-i çıxa bilmirik deyə A-dan birini aparmışıq. Əgər bura 9 yazmışıqsa, 9-dan birini aparanda qalır 8. 8-dən 2 çıxanda 7 olmur. Yəni, biz bu A-nın yerinə 10 yazmalıyıq ki, yəni burada 0 olmalıdır ki bizdə. 0-dan birini aparanda bura gəlir 9. 9-dan 2 çıxanda 7 versin. Yəni, A bərabər olmalıdır nəyə? 10-a. İndi 10-dan 2 çıxa bilmirik. Daha doğrusu 3-dən 5 çıxa bilmirik. Apardıq birini. Qaldı burada 13-dən 5, 8. 9 idi bura. 9-dan 2 çıxanda 7. Bura doğru. Aha, indi gəldi B-ni tapırıq. 2-dən nəyi çıxanda 2 verir? B-yə 0 yazsaq. Deməli, B də olmalıdır 0. Amma bunu yaza bilmərik. Niyə yaza bilmərik? Çünki 2-dən B-ni çıxanda 2 verir. Razıyıq. Amma burada 5 ilə nəyi çıxıblar ki 4 veriblər. Bu hissə bizə problem yaradır. Eyni qaydada yenə davam edirik. Nə etməliyik? 2-dən nəsə çıxanda bizə vermir. Bunu qeyd etdik. Deməli, burada elə bir ədəd yazmalıyıq ki, biz yadda nəyisə saxlayaq. Belə təsəvvür edin. Biz onda bu 2-nin yerinə nə yaza bilərik? Məsələn, 2-dən apardıq birini A-ya. Niyə apardıq? Çünki burada bizim 0-ımız var idi. A 0 idi. 0-dan 2-ni çıxa bilmirdik. Birini aparırdıq, çıxırdıq. Deməli, 2-nin altına biz bura 9 yazmalıyıq. Niyə 9 yazmalıyıq? 2-dən 1 gedəndə qalır 1. 1-dən 9 çıxa bilmirik. 11-dən 9 çıxırıq, qalır 2. O bizim 11-dən 9 çıxmağım üçün də birini aparırdıq 5-dən, burada da qalır 4. Yəni bizim B-miz bərabər olmalıdır 9-a, A-mız da bərabər olmalıdır 0-a. Çünki A-nın yerinə 0 yazmışıq. Burada A 10 deyil, A bizim sizə təsəvvür eləyin ki, demişdik ki, A 0 olsun. A-nın yerinə 10 olmalı idi ki, 10-dan 2 çıxmayaq, 9-dan 2 çıxaq. Amma A-ya bir rəqəm uyğun gəlir. Onda A 0 olmalıdır. A 0-dır, B də 9-dur. Bunları cəmləsək doğru cavabımızı verir D variantı.